Deməli, S-klası çəkmişdik. Satırdıq da sadəcə olaraq, belə deyək də, sahibi tərəfindən sənədində bir problem əmələ gəlmişdi. O da həll oldu, həllini tapdı. 2012-ci ilin ideal vəziyyətdə S-klasıdır. Salon gördüyünüz kimi səliqəli. Qapılarda prisos sistemi hamısı işlək vəziyyətdədir. Burada da gördüyünüz kimi 134.000 orijinal kilometrindən yürüşü var. Lüku var. Mühərrik oturuzlar qutusu hamısı əla vəziyyətdə. Oturacaqların ventilyasiyasıdır, qızdırıcısıdır, hamısı mövcuddur. Və əsas bunu da qeyd edeyim, avtomobil hibriddir. 3.5 mühərrik hibrid. Maşın da ideal vəziyyətdədir. İstənilən yerdə də yoxlana bilər. Təcili olaraq satışdadır, təkərləri yaxşı vəziyyətdədir. Bəli, da 3.5 motor hibrid. S400 gedir bu. Bu da digər hissəsidir. Kitabçalarına qədər hamısı mövcuddur. Avtomobil sıfırdan Azərbaycanda olub. Deməli, qiyməti 27.000 manat və salon haqqı. Gəlib salonumuzda inşallah təksəbir də gəldi özlə. Salonumuzda avtomobilə baxa bilərsiniz. İstənilən yerdə gördünüz, bu qapılarda da işlək vəziyyətdədir. Yoxlatdıra da bilərsiniz. Əlaqə nömrələri səhifədə qeyd olunub. Alan şəxs də adına maşını qeydiyyata salmalıdır.